Salam əziz izləyicilər və Fikirli kanalı takipçiləri. Bugün sizlərin qarşısında ən çox istifadə etdiyim 5 yerli karqonu göstərmək istəyirəm və bu karqoların hansı daha sürətli çatdırır və hansı daha sərfəlidir və bu karqoların özünə görə mənfi və müsbət xüsusiyyətləri var. Bunları göstərmək istəyirəm. Başdan qabaq xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə faydalı videolarla sizlərin qarşısında olaq. Komenterimizə və karqolarımızı bir-bir siyahlayaq. 5 dənə karqo seçmişəm. Qeyd edeyim ki, videoda heç bir kargo şirkətindən bizim əlaqəmiz yoxdur. Yəni hansısa bir kargo şirkətinə burada reklam eləmirik. Çox adam videoya baxanda elə bilir ki, biz hansısa bir karqonu və yaxud da Temudan məhsul gətiririk, bunları reklam edirik. Yəni heç bir halda heç bir karqodan əlaqəmiz yoxdur. Sadəcə şəxsi fikirlərimi bildirəcəm. Yəni şəxsi istifadə etdiyim 5 karqonu sizlər üçün seçmişəm. Hansı daha yaxşıdır, hansı pisdir, indi özümə uyğun olaraq sizlərə fikirlərimi bildirəcəm. Təbii ki, sizin fikriniz də mənim üçün maraqlıdır. Kommentlər bölməsinə yazın dostlar. Hamınızın bir-bir kommentlərini oxuyacağam. İlk sıramızda StarX gəlir. StarX bildiyiniz kimi məşhur karqolardan biridir. Düzdür, burada StarX ana səhifəsini yazdıqda burada gördüyünüz kimi hər fərqli burada yorumlar verib. Siz də girib daxil olub baxa bilərsiniz. Mən də şəxsən StarX-dən istifadə etmişəm. Yəni ki, StarX-in xoşuma gələn tərəfləri də var, xoşuma gəlməyən tərəfləri də var. Burada dostlar bu videoda qiymət müqayisəsi eləməyəcək. Hansı, yəni ki, qiymət müqayisəsi şifahi şəkildə göstərəcəm. Qiymət müqayisəsini istəsəz addelli bir videoda, sizə ayrı bir videoda detallı bir şəkildə izah eləyəcəm. Təbii ki, StarX-in səhifəsinə daxil olmuşuq. Baxın, StarX-in səhifəsinə daxil olduqda burada baxın fərqli seçənəklər var. Tarifələr bölməsinə daxil olaraq siz buradan tarifələrlə tanış ola bilərsiniz. Çəkiyə görə baxın gördüyünüz kimi adi çəkiyə görə nə qədər alır, mayeyə görə nə qədər alır. Təbii ki, StarX həm ABŞ, həm Türkiyə, həm də Çin məhsullarını çatdırılma eləyir. Burada isə fikir verin, İspaniyadan çatdırılma yoxdur. Birazdan indi hamısını sizlərə göstərəcəm. Deməli StarX-də 0.1 kiloqram, yəni 0.25 kiloqrama qədər adi məhsula 3.38 alır, mayedə 5.66 manatla hesablanır, təhlükəlidə 5.66 burada gördüyünüz kimi siyahlanır. Adətən burada da 0.7, yəni ki 1 kiloqrama qədər olanda 6.65 burada alır. Həmçinin burada kargo da var, yəni kalkulyator da var. İstəsəz buradan hər hansısa məhsulu hesablaya bilərsiniz. Çatdırılma ölkəsini ABŞ seçib, mən misal üçün ABŞ seçirəm. Siz istəsəz burada Çin də seçə bilərsiniz. Burada çəkisini yazırsınız, burada santimetrini yazıb, çatdırılma ünvanıdakı filiala çatdırılma, adresə çatdırılma. StarX-in bir xoşuma gələn tərəfi odur ki, bu birbaşa adresə çatdırılır. Hansı ki, mən istifadə etdiyimdə birbaşa evimə maşın vasitəsilə, hər hansısa bir maşın vasitəsilə sizə çatdırılır. Yəni evinizin ünvanı haradısa, bu kargo sizə birbaşa çatdırır. Yəni ki, burada filiala da çatdırılma seçə bilərsiniz, adresə çatdırılma. Yəni ki, mən buradan Temudan sifariş vermişəm, bu kargo birbaşa evə çatdırır və yaxud da ABŞ-dan və Amazondan hər hansısa bir saytdan, yəni birbaşa çatdırılma dəstəkləməyən saytdan siz məhsul çatdırdıqda ola bilər ki, bu adresə çatdırmada qiymət fərq eləyə bilər. Buradan istəsəz siz özünüz hesablaya bilərsiniz dostlar. Mən təxmini yazıram. Burada məhsul məsəl üçün adi məhsuldur. Burada hesablayıram. Baxın gördüyünüz kimi bu çatdırılma 1 kiloqrama 14.99 çıxır. Adresə çatdırmada filiala çatdırılma seçdikdə baxaq. Filiala çatdırmada da yəni böyük bir məbləğ o qədər təşkil eləmədi. Yəni ki, hardasa düzdür, biraz fərq eləyər. Ağırlığı çox olsa, hardasa 10 kiloqram gətirsəz, misal üçün bu 141 manat eləyəcək. Adresə çatdırılmada yəni 149 manat eləyir. Mən burada təxmini yazmışam. Yəni fərq eləyir. Hansı ki, Temudan çatdırırsınızsa və yaxud da Trendyoldan çatdırılma olursa, bu karqonu seçmişsə, yəni heç bir fərqi yoxdur. Pulsuzdur, birbaşa sizə çatdırılır. Mənfi cəhətlərinə gəldikdə də bu karqonun mənfi cəhətləri dostlar biraz gec gətirməkdir. Yəni mənim şəxsi fikrimcə, normalda digər karqolar 10 günə gətirirsə, bu karqo adətən gecikir. Gecikirsə də birbaşa qapıya çatdırılması var. Qiymətlər də bu şəkildə listələnib. İkinci karqomuzda Limak'dır dostlar. Bildiyiniz kimi bu da məşhur karqolardan biridir. Yəni popülər olan. Limak'ın səhifəsinə daxil oluruq. Bu Limak baxaq bölgələrə çatdırılmır. Bayaq StarX-i göstərdik. StarX bölgələrə çatdırır. Yəni ki, hansı ki, digər rayonlara da çatdırılması var.
StarX-ə daxil olduqda baxın filiallar bölməsinə diqqət edin. Ümumiyyətlə hansı karqodan istifadə etsə diqqət edin filiallar bölməsinə. Ola bilər ki, sizin yaşadığınız rayonda və ya da şəhərdə həmin StarX-in filialı yoxdur. O zaman siz buradan istifadə edə bilmirsiniz. Limax baxın Sumqayıt var. Burada Sürətli Nərimanov küçəsi var. Başqa baxaq görək hansı küçələrə çatdırır. Burada Biləcəri var. Sumqayıt var, Gəncə var, dostlar, İsmailli var, Goranboy var. Yəni çox rayonlar var dostlar burada. Baxaq görək hansı rayonlara. Baxın istədiyiniz hara çatdırırsınızsa buradan yəni ki digər bölgələrdə Limax-dan çatdırılma var bu şəkildə. 7 kiloqrama 14.28 StarX-ə baxın biraz çox yəni qiymət fərqi olmasa da biraz fərqi var, daha ucuzdur. 0.1-də 5 manat arasındadır. Çatdırılma tarifəsi burada listelənib. Yəni ki, buradakı Amerikadan çatdırılması var, Türkiyədən çatdırılması var. Yəni bu şəkildə də bu kargodan da istifadə etmişəm. Bunun müsbət cəhəti, yəni ki, biraz tez gətirməsidir, amma filialları biraz qısıtlıdır. Əsası mənim yaşadığım ünvanda bunun filialı çox azdır. Yəni ki, biraz uzaqlara getməm, uzaqdadır daha doğrusu. Mənim evimə daha uzaqdadır və evə birbaşa çatdırılması yoxdur mən bildiyim qədərilə. Yəni bilən varsa, evə çatdıran varsa, təbii ki, əlavə kuryer xidməti olmuş olar, amma mən evə çatdırmamışam. Mənə daha biraz uzaqdır. Bu şəkildə Limax-da bu şəkildədir. Bir digər karqomuz isə X-Cargo-dur dostlar. Bunun da çox yerdə reklamını görmüş olarsınız. X-Cargo. X-Cargo-nun xoşuma gələn tərəfləri var, xoşuma gəlməyən tərəfləri də var. Qeyd edim ki, X-Cargo-nun səhifəsinə daxil olduqda bu şəkildə gördüyünüz kimi səhifə çıxır. X-Cargo-nun digərlərindən fərqi odur ki, məhz burada İspaniyadan çatdırılma var və ya da Tabaodan çatdırılma kimi fərqli çatdırılma ünvanları və X-Cargo-nun səhifəsində hansı ki siz bəzi saytlar var, hansı ki Tabao olsun və ya da Amerikada Amazon olsun, onlardan çatdırılmanın burada videoları var. Yəni ki sizə anlamını göstərir, necə qeydiyyatdan keçmək lazımdır. Hamısını izah eləyir. Baxın, İspaniyadan sifariş və ya da Zara kimi məşhur saytlardan sifariş var. Yəni ki, X-Cargo-nun fərqi budur. Çox geniş miqyasdır. Ölkələrə baxdıqda ABŞ, İspaniya, Çin və Türkiyə və Iğdırdan çatdırılmalar var. Hansı ki, burada daha geniş bir çatdırılma ünvanları görürük. Yəni ki, xarici çatdırılma saytlarından çatdırır. Burada ABŞ-ı seçirəm və şəhərli içəri və qeyd edim ki, çox yerdə də filialları var. Yəni ki, Azərbaycanın istənilən yerlərində filialları var. Yəni mən də yaşadığım yerdən X-Cargo-nun filialı var. Bu şəkildə istədiyiniz yerə çatdırılma olur. Çəkiyə görə də ki, mən misal üçün burada 1 kiloqram seçmək istəyirəm. 14.91. Yəni elə də çox qiymət fərqi yoxdur, amma X-Cargo-da fikir verin, biraz bahadır. Hardasa yəni ki 10 kiloqram yazdıqda 149 manat çıxır, amma StarX-də birbaşa evə çatdırılmada 149 manat göstərir. Təbii ki, burada ölçüyə görə, uzunluğa görə fərq eləyəcək, amma StarX biraz bahadır. StarX yox, X-Cargo biraz bahadır. StarX-ə baxan və ya da Limax-a baxan biraz bahadır. Bu şəkildə həmçinin Temudan, Tabaodan çatdırılması da var, Trendyoldan çatdırılması var. Bir də ki, bunun xoşuma gəlməyən tərəfi də odur ki, dostlar, biraz gec çatdırır, nə yalan deyim, gec çatdırır və bir də bağlamalar biraz çatdırılma filiallarında məsuliyyətsiz davranışlar olur. Yəni, necədir olur, dostlar? Yəni, mən öz şəxsi fikirlərimi deyim. Yəni, paketlərə biraz, necə deyim, paketlənmə biraz yaxşı olmur, adətən. Yəni ki, biraz növbə olur, çox gözləyirsən. Bəlkə də ola bilər müştəriləri daha çoxdur, ona görədirmi? Yəni ki, mən mənfi xüsusiyyətlərini belə sizə izah edə bilərəm. Ölkə daxili kargosu da var. Sürətli və sərfəli ölkə daxili çatdırılması da var. Ölkə daxilindəki burada çatdırılma bölgələrə göndəriş 3.50, Naxçıvan 5 manat, Bakı və Abşeron ərazisində 2.50. Bu şəkildə ölkə daxilində çatdırılma xidməti var. Bir digər karqomuz isə Findex-dir. Bunu əslində siyahıya çox adam eşitməyib Findex-i. Bəlkə təzə çıxmış deyənə, biraz təzə çıxmış bir kargodur. Mən bu Findex-i bəyənirəm açıqcası. Mən bundan çox istifadə eləmişəm. Yəni, ən çox istifadə etdiyim kargoların arasında da bu var. Findex-in xoşuma gələn bir tərəfi budur ki, daha tez çatdırır. Adətən Temuda istifadə etmişəm. Yəni ki, qeyd edeyim ki, bir də Trendyolda istifadə etmişəm. Yəni, hər hansısa bir Amerikadan çatdırılmada bunu istifadə etməmişəm. Sadəcə biraz tez çatdırır. Onun üçün xoşuma gəlir. Tarifələr bölməsinə daxil oluruq. Baxın, burada çatdırılma
üçün tarifələr var, kuryer xidmətləri var, hansı ki birbaşa evə çatdırılmaq üçün kuryer xidmətlərinin qiymətləri listələnib. Və burada çatdırma Türkiyə, Amerika və İspaniyadan çatdırılma var. X-Cargo-dakı kimi İspaniyadan var, amma məsələn bayaq göstərdiyimiz kimi digər kargolarda yox idi. Amerikadan çatdırılmada deməli 1 kiloqramda 16.91 edir. Yəni 1 kiloqramdan 10 kiloqrama qədər. Hər kiloqram üçün 16.91, açıqcası biraz Amerikadan çatdırılmada bahadır qiyməti. Burada gördüyünüz kimi. Təbii ki bu uzunluğa və yenə də qeyd edeyim ki, santimetrə görə bağlamanın qiymət fərq eləyir. Maye məhsulu da bu şəkildə listələnib. Burada Türkiyədən çatdırılma var, İspaniyadan çatdırılma var. Bayaq da qeyd etdiyim İspaniyanın bəzi saytları var. Burada kuryer xidmətləridir. Birbaşa evə çatdırılma tarifləridir. Burada baxın. Yəni ki, kuryer xidmətindən siz yararlana bilirsiniz. Yəni Findex də bu şəkildə. Findexin xoşuma gələn tərəfi odur ki, Findex daha tez çatdırılma eləyir. Digərlərinə görə daha tez. Yəni mənim ən azı başıma bu şəkildə gəldi. Sifariş verdiyim məhsullar adətən Temudan misal üçün adətən 9 gün 10 günə gəldi. Bəzi kargolarda isə 10-12 gün çəkirdi. Təbii ki, burada gömrük prosesləri də daxildir, amma yəni Findex mənə elə gəldi ki, daha tez çatdırır. Buradan da istəsəz fərqli ölkələrdən çəkiyə görə hesablamalar eləyə bilərsiniz dostlar. Bu şəkildə Findexdə kargomuz bu şəkildədir. Ən son kargomuz isə dəmir kargodur. Bilirəm, çoxunuz deyəcək ki, kargo şirkətləri çoxdur, bundan da yaxşıları var. Sadəcə mən şəxsi fikrimdir. Bu dəmir kargo əslində aktiv istifadə edirəm. Yəni bu Findexdən daha çox bunu istifadə edirəm. Qeyd edeyim ki, sizə bu 5 kargonun içində bəlkə də ən çox istifadə etdiyim kargo budur. Niyə? Daha tez çatdırılması. Yəni mən kargoda burada ola bilər qiymətdə daha bahadır və yaxud da siz Amerikadan çatdırma edirsiniz, çəkiyə görə daha baha verirsiniz. Amma mənim burada məsələn kargolarda ən üstünlük verdiyim tez çatdırılması və məsuliyyətli yaşaması, məsuliyyətli olması. Yəni ki, burada gördüyünüz kimi dəmir kargoda baxaq görəm tarifələrdə nə var daxil olaraq. Qeyd edim ki, dəmir kargoda Çindən çatdırılma yoxdur. İndi bilmirəm gələcəkdə bu olacaq, olmayacaq. Türkiyədən və Amerikadan var. Amerikada baxırsınız, burada tarifələr var. Hansı ki, burada misal üçün 1 kiloqramda 15-28, düzdür, adətən biraz bahadır digərlərinə görə. Limakla demək olar ki, eyni şeydir. Limak da biraz daha ucuzdur. Bayaq göstərdiyimiz kargoda. Baxın, gördüyünüz kimi burada həm Türkiyə, həm də ki Amerika. Çindən bu Temudan çatdırılması var, qeyd edeyim. Amma birbaşa Çin saytlardan çatdırılması yoxdur. Yəni ki, Taobao kimi saytına burada adres əlavə edib çatdırılma xidməti yoxdur. Yəni ki, mən burada gördüyüm qədərlə sadəcə Türkiyədən Amerika var. Tarifələr bölməsinə daxil olub baxa bilərsiniz. Burada haqqında xəbərlər və əlaqəsi var. Əlaqə bölməsinə daxil olub buradan siz əlaqəyə çıxa bilərsiniz. Yəni ki, qeyd edim ki, mənim xoşuma gələn tərəfdir ki, daha tez çatdırır. Adətən bunu mən Temudan və Trendyoldan çatdırılmada istifadə etmişəm. Qeyd edim ki, birbaşa qapıya çatdırması yoxdur. Yəni ki, birbaşa ünvandan gedib götürmüşəm. Hansı ki, burada ünvanları var. Yəni necə deyim? Filialları var. Filiallarından gedib götürmüşəm. Dostlar, kargolar bu şəkildədir. Belə videoları xoşunuza gəlirsə, kommentlərə yazın. Yəni ki, bu kargolar haqqında nə fikirləriniz nədir? Yəni ki, hamısını bir-bir siyahınıza yazın dostlar. Mən buraları seçmişəm. Düzdür, Aser kargo kimi, fərqli Kolibri kimi kargolar var. Onları əlavə etməmişəm siyahıma. Gələcək videolarda onları da müqayisə edərik. Kommentlər bölməsində yazın hansı videoların gəlməyi istəyirsə. Əgər videomuzu bəyəndinizsə, xahiş edirəm kanalımıza abunə olun və maksimum bizə dəstək olun ki, belə videolarla sizdən qarşısında olaq və maraqlı kontentlər alınsın. Təqdim etdi Fikirli kanal.